Bakıda daha 2 nəfər dəm qazından ölüb. 2001-ci il təvəllüdlü Əhmədəli Əhmədzadənin meyiti dünən saat 21 radələrində yaşadığı Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsindəki evdə tapılıb. Onun hamam otağında dəm qazından zəhərlənərək öldüyü müəyyənləşib. Oxşar hadisə Binəqədi rayonunda da baş verib. 2006-cı il təvəllüdlü Fərəc Nazimoğlu Rızayev dünən yaşadığı Biləcəri qəsəbəsi Hüseynov küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Bu gecə saat 01 radələrində isə 2016-cı il təvəllüdlü Uğur Samidoğlu Vəlizadə yaşadığı Binəqədi rayonu Babayev küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Yaxınlar tərəfindən xəstəxanaya çatdırılan 10 yaşlı oğlan vəfat edib. Xəzər rayonunda isə 2 nəfər dəm qazının qurbanı olub. Buzovna qəsəbə sakini 2012-ci il təvəllüdlü Əli İsmayıloğlu Nəsirov və Binə qəsəbə sakini 1993-cü il təvəllüdlü Bədəl Hüseynoğlu Əzimov yaşadıqları evin hamam otaqlarında dəm qazından zəhərlənərək ölüblər. Hər bir faktla bağlı müvafiq araşdırmalar aparılır. Yevlaxda dəm qazı zəhərlənməsindən 1 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə şəhər ərazisində baş verib. Belə ki, şəhər sakini 1959-cu il təvəllüdlü İsmailov Məhəmməd zəhərlənmədən vəfat edib. 4 nəfər isə Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.